Onlar nəyə qarışdırıblar? Bəli, ibadətdə yalnız Allaha ibadət eləməliyik. Amma bu ibadəti götürməkdə, necə etməkdə, biz Peyğəmbərsiz necə edəcəyik? Yaxşı gedək Quranla. Namaz necə qılaq? Nəinki namaz? Zəkat necə verək? Həci necə edək? Orucu necə tutaq? Oruc nə vaxt pozulur, nə vaxt pozulmur? Bilirsiniz, bunu danışanlar görsənir ki, məhdud məlumatları var dindən. Hansı ki, bu din, bu Quranla dünyanın yarısı idarə olunurdu. Və qanunlarda da siz görürsünüz ki, hər bir qanunlarda, hərdən insanlarda eşidirsiniz ki, məsələn, ki, qanunlarda boşluq var. Boşluq, yəni o incəliklərə toxunmayıblar. Hər bir qanunda, hər bir qanun şərhi ehtiyac var. Onu necə tətbiq eləmək, nə vaxt pozulur, nə vaxt pozulmur, pozulsa cəza məsələlərində nə vaxt belə olur, nə vaxt belə. Yəni, onların sözünə, onlar hamısı tərk olunur. Özünüz görün, onlar fikirləşmirlər də danışırlar.